Məcburi köçkünlərə qarşı nifrət ritorikasının qarşısının alınması üçün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə Şuşadan olan keçmiş məcburi köçkün, jurnalist və diaspora fəalı Xatirə Sərdar qızı və bir qrup məcburi köçkün adından müraciət. Cənab Prezident, sizə müraciət edərək nəzərinizə çatdırmaq istəyirik ki, 2025-ci ilin sentyabr ayından başlayaraq və bu günə qədər davam edən məcburi köçkünlərə qarşı cəmiyyətdə nifrət yaradan ritorika sistemli şəkildə zaman-zaman yenidən gündəmə gətirilir. Bu ritorika xüsusilə xalqımız üçün son dərəcə həssas və müqəddəs mövzular üzərində aparılır. Mərhum milli qəhrəman jurnalist Çingiz Mustafayevə aid video materiallar kontekstdən çıxarılaraq təqdim olunur və bununla da bütöv bir sosial təbəqə məcburi köçkünlər dolayı və açıq şəkildə itham obyektinə çevrilirlər. Həmin paylaşımlarda sətr altı formada belə bir fikir formalaşdırılır ki, güya Şuşadan, Laçından, Ağdamdan, Qarabağın digər bölgələrindən sağ çıxmış məcburi köçkünlər qalmalı və ölməli idilər. Əgər Xocalı soyqırımı kimi kütləvi şəkildə qətlə yetirilməmişiksə, bu, güya vətənə xəyanət anlamına gəlir və bu yanaşma tarixi həqiqətlərin kobud şəkildə təhrifidir və minlərlə məcburi köçkünün şərəf və ləyaqətinə birbaşa yönəlmiş ağır ittihamlardır. Xüsusi narahat edici məqam ondan ibarətdir ki, bu nifrət ritorikası bəzi hallarda süni şəkildə populyarlaşan şəxslər vasitəsilə yayılır. Həssas mövzular bilərəkdən yenidən gündəmə gətirilir və məcburi köçkünlərin taleyi şəxsi reyting və ictimai manipulyasiya alətinə çevrilir. Bu isə artıq fərdi fikir sərhədlərini aşaraq cəmiyyətdə parçalanma yaradır və daxili sabitliyi təhlükə altına alır. Eyni zamanda 2020-ci ildə Avropa məhkəməsində qəbul edilmiş bir qərarın bugün məhz məcburi köçkünlərə qarşı nifrət ritorikasını gücləndirmək məqsədi ilə yenidən gündəmə gətirilməsi narahatlıq doğurur. Halbuki sizin də açıq şəkildə bəyan etdiyiniz kimi Azərbaycan dövləti ölkəmizə qarşı Avropa məhkəməsinin qərarlarını tanımır. Üzv olmadığımız qurumun qərarlarının daxili ictimai rəyə təsir və nifrət aləti kimi istifadəsi dövlətin daxili siyasətinə zidd olmaqla yanaşı təhlükəli nəticələrə də yol aça bilər. Cənab Prezident, siz dəfələrlə vurğulamışsınız ki, məcburi köçkünlər dövlət üçün yük deyil. Biz dövlətin məsuliyyətiyik. Biz bunu işğaldan azad olunmuş ərazilərdə, səfərlərinizdə, məcburi köçkünlərlə münasibətinizdə və həyata keçirdiyiniz dövlət siyasətində də aydın şəkildə müşahidə edirik. Məhz bu mövqeyinizə inanaraq bir müraciəti sizə ünvanlamaq istəyirik. Şuşadan, digər bölgələrdən olan məcburi köçkünlər bugün harda yaşamasından asılı olmayaraq Azərbaycan dövlətinin maraqlarını müdafiə edən insanlar kimi sizdən xahiş edirik ki, məcburi köçkünlərə qarşı nifrəti, tarixi faktların kontekstdən çıxarılmasını və bizi dolayısıyla döyüşməyən, vətəni sevməyən biri kimi təqdim edən bu təhlükəli yanaşmaların qarşısının bir dəfəlik alınması üçün göstəriş verəsiniz. Bu müraciət əslində dövlətin daxili sabitliyini, milli birliyini və mənəvi dəyərlərinin qorunması naminə də edilir. Dərin hörmət ilə Xatirə Sərdar qızı, Şuşadan olan məcburi köçkün, jurnalist, diaspora fəalı və bir qrup məcburi köçkün.